Deməli 54-dür. Biri 54-dür. Biri 57-dir. Biri 55-dir. Yəni mən bu səhifədə maraqlı bunları görürəm. Sonra getirdik B variantına. Ramuş. Beşinci sınıf namaz oxuyur. Müəllimə, bunlara neçə dəqiqə vaxt verdiniz? 3 dəqiqə bəs arasında 1 dəqiqə. Lövhəni yazmayın. Şunda Müəllimə qurtardıq. 3 dəqiqə bitdi. 1 dəqiqə də gözləyirəm, baxırıq. Ver mənə. Baxıram ha. Müəllimə, baxaq. Deməli 54-ə baxıram. Məmnun fil qulağı qaydasıdır. Filin birinci qulağı, bu da axırıncı qulağı. 2-də 1, sıx 22-də 1. Fərq nədir? 4. 4, 4. Bölürsünüz həmin fərqə. Ortaq məxrəcə gətirək. 22-də 11 tıxılsın 22-də 1. O deyir 22-də 10. İxtisar aparsaq. Qoy görün burada mən nəyi səhv elədim. Bir dəqiqə. Müəllimə vururuq, 2-də 1-i vururuq, 2-də 1-ə. Hə, vururam 4-də 1-ə. Hə, deyirəm də, 4-də 1-ə vurmaq da var, hə. 22-də bir dəqiqə 10-u vururam 4-də 1-ə, hə. Deyirəm axı. O da eləyir 44-də 5. Baba variantı. Fil qulağını məncə hamı su kimi bilir elə. Necə ki, məhlum bilir sizi. Sonra Müəllimə, onu falan da öyrənmək olar deyə 2-ni vurardıq 22-yə, o sürətlərin Müəllimə, birləri. fil qulağı ilə daha yaxşı yadda qalanlar. Görməyin cəmaatı. Sonra neçəyə baxıram deyin. 55, 57. 55. 55-i vermədim. Fil qulağı idi, onu verməmişəm. Deməli, vermişdir. Hə, vermişəm, yaxşı. 55-i vermişəmsə, yenə də fil qulağıdır, müəllimlər. 7-də 4, 19-da 4. 7-də 4-dən çıxırsınız 19-da 4-ü. Fərqimiz nədir, müəllimlər? 4. Bölürəm 4-ə, vururam 12-də 19-a. Daha hesablama hissəsini eləyim mi ki? Özümüz eləmişik. Amma mən bir şey deyim. 4-ə əvvəlcədən çölə çıxarsaq daha asan da olardı da elə. Yox, belə də güya nə çətinliyi var ki, fil qulağı donsuzdur, filin qulağı. Heç bir problem yoxdur. Sonra. Arzu müəllimə. Bəli. Müəllimə, bu 56-da baxım bir dənə, mən bu gün test bir dənə sınaq elədim. Orada bir dənə belə rast gəldi. Pluslar olanda yenə fil qulağı götürürük. Hə. Bayaqda deyinirdik ki, yenə fil qulağıdır da, fil qulağıdır da hamısı. Hə, plus arada belə plus idi. Nə qədər elədim, amma cavabı ala bilmədim onu. Atardınız da qrupa baxardıq. Amma fil qulağıdır. Mən bunlarda bunu 1x-ə bərabər eləyirsən, tərəf-tərəfə toplayırsan. Tərəf-tərəfə toplayırsan, bax, 1 tam. Tərəf-tərəfə toplayırsan, 1 tam. Tərəf-tərəfə toplayırsan, 1 tam. Tərəf-tərəfə toplayırsan, 1 tam. A üstə gəl x-ə. Buradan da x bərabərdir 4 çıxaq a-ya. Yəni C variantı. Sonra neçəyə baxıram? Bu yolda maraqlı yol deməli. Sonra neçəyə baxırıq? Bitdi.
Bitdi. Söz getdi onunla. Müəllim, elə ola bilər ki, o bir vermir axı bizə. Məsələn, onun sonraki misal vardı. Hə, Onu məsələn, toplayanda o eləyəcək onların. O bir verməsə nəyəsə vurub başına oyun gətirəcək. Neyse vurmalıyım. Bircə dəqiqə, səbirli olun bir dənə. Səbirli olun, tapıb verəcəm. Gözləyim bir dənə. B variantına baxaq. B variantında daha samballı misallar. O tiplərdən doludur. Variant B-sində var. Hə, B-də doludur. Məmur, gəlin B-ni sürətli şəkildə yazaq. Özü B-ni bilirsiniz də birə-bir işləməliyik. Çünki yəni 3 il gedənlər var ha. B-dən o yana qətiyyən suallar gələ bilməz. Haydi bakalım müəllimlər, gəlin yazaq. Arzu müəllimə, sizdə bu kitabın PDF-i var. Bir qrupa zəhmət olmasa atarıq, oradan götürək. Var müəllimə. Yəni evə də verirsiniz işləməyə, məsələn, indi B variantını belə. Deyəcəm, bəli, özləri işləyirlər, sonra gətirik o birinə. Müəllimlər, gəlin belə eləyək. 10 dənə işləyək. Bu səhifəni işləyək. Nə qədər vaxt verim? 13 dəqiqə vaxt verim. Olar? 13 dəqiqə məncə pulunu bəsdir işləyirlər. Baxın, deyil müqayisə edin. Müqayisə etmək üçün sürətləri bərabər olan kəsrlərin müqayisəsi kimi baxaq. Gəlin hamısının sürətini 1000-ə gətirək. Yəqin ki, bunu rahatlıqla eləmişsiniz də. 1000-ə gətirmək üçün 100-ə vurdunuz. 1000-ə gətirmək üçün 10-a vurdunuz. Bu da 1000 idi də onsuz da. Sürətləri bərabər olan kəsrləri müqayisə etdikdə siz bilirsiniz ki, məxrəci kiçik olan daha böyükdür. A böyükdür B-dən, o da böyükdür C-dən. Yazılmışdı da Mehbara müəllim elə rahat bir sual idi. Bəli. Sonra Mehbara müəllim bu gün səsi çıxmır. Müəllimlər saf dövrü onluq kəsirdi. Bu nə verir bizə? 99-da 32 sıxılsın. Bu biri nə verir? 2 dənə nolik var. O mötəzənin içində 2 dənə rəqəm varsa 2 dənə 9 yazırsınız. Mötəzənin içində 2 rəqəm varsa 9900-də 32. Elə vətəndaşlar. birinci 32 deyil bu surətdə. Hə, 32 olsun. Aşağıda da 9-da 4 sıxılsın 90-da 4. Müəllimlər hesablamağıma ehtiyac varmı? Xeyr, eləmişik. Eləmişik. Sıfırdan 8. Üçüncü sualda vətəndaşlar gəlin tərəf-tərəfə toplayaq, amma necə toplayaq? Yəqin ki, müəllim. Beləsə bizə düşməz də ikincidəki kimi. Yox, Müəllimə mən səfərləri- 2-yə vurub hesablamışam. Bəli, 2-yə vuracaqsınız 4, 2-yə vuracaqsınız 6, 2-yə vuracaqsınız 8, 2-yə vuracaqsınız 10. Bax, mən onu bir siz hardan tuturam müəllimlər o temanı. Variantlara baxıram, görürəm 2 yazılıb. Belə deməli 2-yə vurub da. Bildiniz necə? Oradan variantla tutmaq olur onu. Baxın, topladı. Arzu müəllimə, Bəli. Arzu müəllimə, ikincini mən siz nətər yazmışam. Mhm. Deyim başda yox. Düzdür. Görün nətirməsin. Yazdım ki 0,32 topladım 0,32 alındı. Aşağıda 0,4 alındı. Yerə xısa elədim. Uzundur. Yox, mən dediyim daha rahat deyim müəllimə. Buna baxın. 2-yə vururam, tərəf-tərəfə. Sən nətər yaz? Sən nətər yuxarıda müəllimlər deyir çətində ona görə deyirəm. Deyim yazım ki 0,32 getmir. Aşağıda da Onu demirim müəllimə, ikincini deyir. Hə, ikincini deyil. İkincini deyirəm müəllimə. Hə, İkincini deyil. Üçüncünü elə yazmışam. Olar müəllimə, niyə olmasın? Hə, mən elə bilirəm bu şey 3-ü deyirsiniz. Deyirəm onu, mənim dediyim yaxşı. Hə, yox, ikini dedilər çətində ona görə dedim. Hə, çox sağ olun. Böyük. Tapılması vaxt tapar. Heç nə də, yəni əlinizə öyrəşəndə rahat edirsiniz. Müəllimlər, baxın, tərəf-tərəfə toplayıram. Düzdür vətəndaşlar? 2-yə vurdum. 2A üstəgəl x. Düzdür? Tərəf-tərəfə toplayırsam, mənfi 5-də 5, mənfi 1-dir. Mənfi 7-də 7, mənfi 1-dir. Mənfi 9-da 9, mənfi 1-dir. Mənfi 11-də 11, mənfi 1-dir. Deməli, 2A üstəgəl x bərabərdir mənfi 4-ə, x də bərabərdir mənfi 4 çıxaq 2A. Var idimi belə bir cavab? Mənfi 4 çıxaq dadaş variantı. Sonra, 4-cü sualda onu deyəsən xalası qızıdır. Qoy görüm nə baş verir burada. Bircə dəqiqə. Müəllimlər, buranı 2-yə vursaz, vətəndaşlar, buranı 2-yə vursaz, 3-də 2, 5-də 4, 7-də 6, 9-da 8. Deməli, B Bir-birini A-nın aparır. 2 qatıdır. B A-nın 2 qatıdır. Всё. Aydındır? Odur da müəllimlər. Bəli. Hətta çıxırıq, bəli. Sonra
Bax, qoy görüm burada nə baş verir. Burada nə baş verir? Tərəf-tərəfə toplasam, yox. Bax, mən bir sınaq araram. 3-ə vurarıq A-nı. Bəli, müəllimə. 3-ə vuraq. 2-də 1 belə keçirsə 3-də 1 vursa alarıq. Bax, baxın. Vuraq. 3-ə vuraq. Onsuz da 6-da 1 alınır. 3-ə vuraq. 3-ə vuraq. Düzdür vətəndaşlar? İndi Kamerada da alırıq da böləndə. bəli, bunu da sol tərəfə apararam lap. Elə müəllimlər. Baxın, 8-də 3, 2-də 1 olsun, problem yoxdur. Gəlin tərəf-tərəfə bunları şey eləyək, çıxaq. Çıxaq müəllimə. Bəli, tərəf-tərəfə çıxsaz vətəndaşlar. Buna da 1x deyin ha. 3a minus x. Baxın, 2-də 3-dən 2-də 1 çıxsaz, 2-də 2, o da 1 deməkdir. Onsuz da bunlar da bir-birini yeyib aparır. Düzdür? Deməli, alırsınız x bərabərdir 3a çıx 1-ə. Razılaşdınız müəllimlər? Dadaş variantı. Yaz. Müəllimlər yaz. Və hər zaman belə olana x-ə bərabər eləmək lazımdır bunu. Bəli, bəli, müəllim. Nəyəsə bərabər edib ifadə edirik də, yoxsa belə öz başımız eləmirik ki. Nəyəsə bərabər edirik. Müəllimlər, bayaqdan fil qulağını hazır nəzir verirdi eləmi? İndi fil qulağını bağlayır sizin üçün. Parçalayırıq da Bəli, müəllimə. fil qulağını özünüz yaradacaqsınız. Baxın, 3 vur 4, 4 vur 12-ni 5. yazdırırsınız 3 vur 4. 20'yi yazdırırsınız 4 vur 5. 30'u yazdırırsınız 5 vur 6. 42'ni yazdırırsınız 6 vur 7. 56'nı 7 vur 8 kimi yazacağıq. Filin birinci qulağının qaydasına görə, müəllimlər, 3-də 1-dən 8-də 1-i çıxacaq. Böləcəyik fərqə. Düzdür? Fərqimiz də 1-dir də, onu istəyə bilir. Fərq yoxdur. Ortaq məxrəc 24. Bura 8, bura 3. 8-dən 3 çıxırsan 5. 24-də 5. Nə tərəf fikirdə müəllimlər? Evet. Sonra, müəllimlər, bu əslində bilirsiniz nədir? Bunlar 99, əslində bu 99-da 11, bu da 9-da 1 deməkdir, bu da 9-da 1 deməkdir. Bu da, bu da, bu da, bu da, bu da. Ta 11-ə böləndə. Ta burada prosta 1 tam qalır. Başa düşdünüzmü? Deməli, bu x bundan bir vahid çox imiş. Deyir, x-la ifadə elə. Başa düşdünüz? Bunu x-la ifadə eləməsəz, x-dan bir vahid əskikdir bu. Razısınız müəllimlər? Cücə. Bəli. Mən x-i götürmüşdüm müəllim, onda Yox, səhv müəllim, bax, götürmüşəm. yuxarıda bax, tənha yetimsə qalan 0,4-də 9-dur, o da 9-da 9-dur. Bunda yoxdur axı o. Belə çıxır ki, yuxarıdakı bundan bir vahid böyükdür də. X-la ifadə eləmək istəyirsənsə, deməli aşağıdakı yuxarıdakından bir vahid azdır. Всё. X-la ifadə elədim də mən. Aydındır müəllim. Çox sağ olun müəllim. Buyurun. Bax, burada müəllimlər 36, 49, 400 nə gördünüz burada? Müxtəsər vurmanı mən sırası gördüm ha. 1 minus 6-da 1. Düzdür müəllimlər? 1 plus 6-da 1. Orada nəsə bir tema var, tutacağıq. 1 minus 7-də 1. Bu dərsin digər müəllimlərin heç birinin ziyanı yoxdur. Ya lap kəsilən oldunuz falan. Ürəyiniz istəyir, həmişə qalın, axıra qədər baxın. Yəni ziyanı yoxdur. Əslində daha yaxşı təcrübəniz artır da müəllimlər. 1 plus 7. Hə. Budur da müəllim. 6-da 1. Cəmaət müəllim, bu işi daha sizə çətin olmaz, rahat gələr. Bunlar eləyirəm. Bunlar rahatdır. 20-də 19, bu da 20-də 21. Düzdür müəllimlər? Birinci kəsirin axırında kəsir qoyun. Bizə dəqiqə, buradan nöqtə qoyum da, nöqtə. Ay müəllimlər, gəlin temanı tutaq. Temanı tutaq, nədə tutaq? Bu ilə bu gedir, bu ilə bu gedir. Ortalar bir-birini aparır, qıraqlar qalır. Fikir verirsiniz? Qıraqlar. 6-da 5 vurulsun 20-də 21. 5-ə xısar gedir 1, 5-ə xısar gedir 4. 3-ə xısar aparsan 2, 3-ə xısar aparsan 7. Müəllimlər, cavab 8-də 7-dir. Nə tər fikirdir? Hə? Əməyə Qəşəng. Bəli. Çox iyi. Müəllimlər, 1 minus 5-də 1. Bax, gəlin burada da tema var. Tutacaqsınız temanı. 5-də 4. 6-da 5. 7-də 6. Elə 1 vurulsun n-də. Nöqtə qoyuram da.
n-1 bərabərdir 20-də 1. Vətəndaşlar, bunlar bir-birini yer. Başdan, bax, bu qalır. Ayaqdan bu qalır. Nə tərkirdir? 4 böləyini. Yəni, mən temanı belə tutdum, ha, müəllimlər. Bərabərdir 20-də 1-ə. Oradan da n-imiz 80. Yaz. Almışdınız? Bəli, müəllim. Ay, sağ olun, qəşəng. Əlaçısınız. Müəllimlər, bax, bu salda da bu rahatdır. Bax, 9-da 1-dir. 1-i qoysam 9-da 1-ə 9 verəcək. 1-i qoysam 9-da 3-ə, 3-də 9 verəcək, o da 3 tamdır. 9-da 6, 1-i qoysam 9-da 6-ya 6-da 9 verir əslində. 6-da 9-da nə verir müəllimlər? 2-də 3, yəni 1/5, düzdür? 1/5. Bəli. Ha, üstə gəlsin A plus B plus C. Nəysə, 12, 13/5 vurulsun. A-mız nədir? 9-da 1, 9-da 3, 9-da 6. Yəni 9-da 10-a vururuq. Düzdür vətəndaşlar? İndi daha hesablama hissəsi də sizindir. Keçək? Keçək? Əlaçısınız. Məndən olsa faizi ayrıca bir dərs kimi işləyərik. Çünki faizdən qəşəng 2 dənə sual gəlir. Elə? Məncə də faiz çox. Hə, faiz dərya bir mövzudur. Onu yəni bir dərsə atıb tutmayaq. Yəni onu keçək. Daha neçənci gündür? Sabah 2. 3-cü gün ehtimalımız var. Bəlkə 4-cü gün axşam canlı yayım eləyə bilərik. İndi səhər bu müəllimlərə dərs keçsək. Danışarıq da bir gün qabaqdan yaxşı. Deməli, müəllimlər, bunun düsturu var. Ədədin özü vurulsun 1 çıxaq 1 böləyə, 1 çıxaq 1 böləyə B. Yadınıza gəlirmi bu qayda? Bu AB bilirsiniz nədir? Müxtəlif sadə vuruqlardır. Ədədin özü 76-dır elə. Vurursan. 76-nın sadə vuruqları ayıraq. 2-yə bölürəm 38, 2-yə bölürəm 19. Daha başqası da yoxdur. Müəllimlər, 1 çıxaq 2-də 1 eləyir 2-də 1. 1 çıxaq 19-da 1 eləyir 19-da 18. Düzdür vətəndaşlar? Всё. Cavab elədi neçə? 36. Yes. Y variantı. Aydındır müəllimlər? Müəllim, orada ixtisar olunmayan deyil, 36 alıb. İxtisar olunan desəydi 1 çıxacaqdı. 76-dan ixtisar olunan deyəndə 76 düzgün kəsir söhbəti olsaydı müəllimə, 76-dan 36 ixtisar olunmur. Deməli 40 ixtisar olunur elə. Müəllimə, düzgün kəsir deyəndə 75-dən çıxmırıq, bəs 36-nı. İndi gözləyin də mən də onu deyirəm. Axır mən həmişə axırda çıxıram. Düzgün kəsirdə söhbət olduğuna görə birində çıxırsan, qalır 39. Hələ 39 aysan. Sürəti 76 neçə ixtisar bizə olunmayan lazım idi da 36 dənədir tapdıq onu. Amma olunan desəydi düzgün kəsir söhbəti varsa, onda birini çıxacağıq. Çünki 76-da 76 da düzgün olmayan kəsir daxil müəllimlər, həm də ixtisar olunur. Ona görə onda 70 birini yazacaqdıq, 75 yazacaqdıq onda belə çıxır. Yox, ay müəllim, 75 yazırsınız. Sadəcə məxrəci sürəti 75A deyir ki, müəllimlər, ixtisar olunmayan, düzgün olmayan, bizdə düzgün olmayan deyil, sürəti 76-dır. Məxrəci deyilsə o başqa məsələ. İzləyəndir. Məxrəci demir ki, burada sürəti deyir. Hə, bildim. Burada sürəti deyil. Müəllimlər, heç nə, gəlin bu səhifəndə yazaq 3, 6 dənə. Всё. Nə qədər vaxt verək? 8 dəqiqə. Deməli, deyir ki, baxamıram balam, sən bax. A 0,3-dür, bu da dövrdə 3-dür. Münasibətlərdən hansı doğrudur? B böyükdür A-dan müəllimlər. B böyükdür A-dan. Deməli, A-mız, baxın, A-mız 0,3-dür. B-miz 9-da 3-dür. Düzdür? Razısınız? İndi deyir ki, münasibətlərdən hansı doğrudur? Hansı daha doğrudur müəllimlər? A böyükdür B-dən? Yox. 10A bərabərdir 9B. Ay, sağ ol. Çünki ixtisarlar gedir. Sonra, yolun 1/4 hissəsi asfaltlanmışdır. Daha 100 km asfaltlanarsa, asfaltlanmamış hissə bütün yolun 3/1 olar. X, çıxırsan 4/1 X, üstə gəl 100. Düzdür müəllimlər?
və əsfaltlanmamış olacaq 1/3x. Bu tənliyi eləmişdiniz? Eləmişdiniz? Bax, şurada da hesablamağıma ehtiyac varmı müəllimlər? 4/1x üstəgəl 100 bərabərdir 3/2x-a. Buradan da hesablayın getsin də. Neçə almışdı cavabı? 210-dur deyəsən, səhv etmirəmsə, ya 180-dir nədir? Neçə almışdınız? Yazmamısınız deməli. 240 almışam ben. Ben 240 aldım. Hə, bu Mən tənliklə 200. getmişdiniz də, yəni tənlik buydu, düzdürmü? Bu ilə getdiniz. Bəli. Bəli. Hə, da hesablayıb bax. Mən də D yazmışam. Bəli, mən də D yazmışam. Boş qabın kütləsi, ay müəllimlər, nə olur, bir saniyə gözləyin. Qoy mən bu əl yazma sınavımı atım qıza, qız yatmasın. Bunu yazsın. Zamanı da qoymuram, yatmağa. Deyir ki, boş qabın kütləsi A-dır. Bir dənə qab götürək. Kütləsi A olsun. Qabın 5/1 hissəsi su ilə dolduruqda kütləsi B olur. Müəllimlər, tam xalis suyu tapmaq istəyirsinizsə əgər 1, 2, 3, 1, 2, 3, 4, 5 elə. Tam xalis su B-A-dır. Müəllimlər, bütöv suyu tapmaq istəyirsənsə B-A vuraq 5-dir. Razısınız da məndən? Qabın kütləsi isə A olduğuna görə təzədən A-nın üstə gələndə bu qabı tam su ilə dolduranda nə qədər kütləsi olduğunu tapırıq. Yəni 5B çıx 5A üstə gəl A nəyə bərabərdir? 5B minus 4A. Razılaşdınız məndən? Hə müəllimlər? Bəli. Mən fərqli yazdım. Belə daha rahatdır. Yeşil meyvə ilə tam dolu olduqda kütləsi 42-dir. Yeşiyin B kütləsi, boş yeşiyin kütləsi meyvələrin kütləsinin 5/1 hissəsidir. Müəllimlər, 5/1 hissəsidir. Yeşik yarısına qədər meyvə ilə dolu olduqda kütləsi nə qədərdir? Deməli, yeşik meyvə ilə dolu olanda 42-dir. Yəni 5 hissənin 5-i də dolu olanda 42 olur. Və boş yeşiyin kütləsi meyvənin kütləsinin 5/1-idir. Deməli, meyvə 5x-dır. Boş yeşik də x-dır. İbtidailər kimi işləyirəm ha bunu. Bərabərdir 42-yə. 6x bərabərdir 42-yə, x-imiz 7-dir. Meyvəmiz 5 vur 7, 35 bizim meyvəmizdir. 7 də bizim yeşiyimizdir. Yeşik. Elə? 7 də bizim yeşiyimizdir. Yeşik yarısına qədər meyvə ilə dolu olduqda 35-in yarısı nə qədərdir? 17,5. Yeşiyin də öz kütləsi 7 olduğuna görə yeşik tam yarısına qədər dolu olanda olacaq nə? 24,5. B variantı müəllimlər. Aydındır? Başa düşdük? Müəllimə, bu sizin yazdığınız daha rahatdır, amma başa düşə bilmədim siz yazdığınızı. Mən özüm cavabı almışam. Mən sizə deyim, bax, demir ki, boş yeşiyin kütləsi meyvənin kütləsinin 5/1-i. Deməli, sizin meyvəniz 5x imiş. İbtidailər kimi gedirəm də müəllimə. Yeşikdə bir dənə x-dır. Mənim dediyim yol daha rahatdır. Tənliyi qurdum müəllimlərimdə. Ben de yeşiyi 5/1 meyve götürmüşüm. Yox, mən belə işləmişəm. Elə də olar müəllimə, niyə olmasın? Aysan, meyvə üstə gəlsin 5/1. Meyvə bərabərdir 42. Bunu da eləyə bilərdiniz, bəli müəllimə. Bəli, belə götürmüşəm. Yadınızda Mən də elə yazmışam. Deyirəm ki, rahat hansıdırsa onu yaxşı öyrənim. Aysan, məftilin qırağından nə qədər kəsirsənsə müəllimlər, orta nöqtə kəsilənin yarısı qədər sürüşür. Məsələn, məftilin qırağından 20 sm kəsmişəmsə, orta nöqtə 20-nin yarısı qədər sürüşür. Məsələn, orta nöqtə əgər 3 sm yerini dəyişibsə, deməli kəsilən 6 sm imiş. Və siz 9/1 hissəsi 6 olan ədədi düşünürsünüz. O da eləyir 54. Aydındır? Müəllimlər aydındır? Bəli, elə yazmışam. Sonra deyir ki, usta işin 2/1 hissəsini A günə, 4/1 hissəsini B günə görərsə. Müəllimlər, işin x işdir.
2də 1 hissəsini bərabər görür A günə. Elə 4də 1 hissəsini, işimiz x-dır. 4də 1 hissəsini də görür B günə. Deyir, indi A bölək B. Müəllimlər, 2də 1 x-ı elə bil bölürsünüz 4də 1 x-a. Nətər fikirdəyim müəllimlər? O da eləyir 2. Düzdür? Yaz. Bəli, elə olmuş. Taxta parçası 12 bərabər hissəyə bölünmüşdür. Bu taxta parçası, yəni x 12 bərabər hissəyə bölünür. 10 bərabər hissəyə bölünsəydi, deyək 3 sm daha uzun olardı. Bərabər düş qoyub işləyə bilərəm müəllimlər bu tənlikdə. Ortaq məxrəcə gətirirəm 60. Bax, bura 6-dır, bura da 5-dir. 6x-dan 5x-dan da bir dənə x bərabərdir 3-ə. Çarpazla vuranda eləyir 180. Dadaş variantı. Yazmışdıq müəllimlər. Bəli. Bir işin 3də 1-ni Əli, 4də 1-ni Osman gördü. Qalan işin yarısını Osman, yarısını isə Əli görərsə, müəllimlər, gəlin belə eləyək də. Tənlik quracam. Bax, bir işin 3də 1-ni Əli görür. Yəni 3də 1 x. 4də 1-ni Osman görür. Qalan işin yarısını Osman, yarısını Əli görür. Qalan iş. Müəllimlər, gəlin qalan işi tapaq. X-dan çıxaq, 3də 1 x-dan 4də 1 x. Nətər fikirdir müəllimlər? Hə? Çıxaq. Amma mən bunu ibtidailər kimi gedə bilərdim sizə. Praktik yolla gedim bunu sizin üçün. Praktik yolla gedim. Müəllim, bu yol yaxşı deyil, müəllimə, bu yol yaxşı. Yaxşı gedirəm onda. Neysə, amma praktik yolla daha tez gedə bilərəm. 12-də 7x düzdür. Çıxdınız, qaldı 12-də 5x. Deyir, qalanın yarısı. 12-də 5-in yarısı deyəndə elə bir bölürsünüz 2-yə. Yəni, 12-də 5x vurulsun 2-də 1 olur da. Düzdürmü? 2-də 1. O da eləyir 24-də 5. Düzdür müəllimlər? Deməli, 24-də 5-ini, adı nə idi? Osman, digərində Əli eləyibdir. Deyir, Əli bu işin hansı hissəsini? Əli əvvəl 3də 1-ində görmüşdü axı müəllimlər. 24-də 5x-la 3də 1x-i toplayacaqsınız. Yaxşı fikirdir? O da eləyir 24-də 13x. Almışdınız müəllimlər? D variantı. Bəli, müəllim, bəli. Hə, heç praktik yola ehtiyac yoxdur, elə x-mix-la gedir. Vəqbər müəllimə, nə deyirsiniz? Deyirəm, faizi ayrıca dərs kimi keçək. Sırf qəşəng. Müəllim, nə tər məsləhət bir. Faiz həm də gəlizdir da müəllim. Hə, heç olmasa bunu ayrı dərs ayıraq. Düşünün. Onda hardasa planlaşdırarıq, ola bilsin 4-cü gün axşam elə sizə eləyərik Vəqbər müəllimə. Ya 4, ya 5, hə. Sabahın planını deyirəm. Gəlin bir gün qabaqdan həmişə planımızı cızaq və qrupa da yazın, xahiş edirəm. Deməli, yüksək bal qrupu A-10 kəsrin B variantını birə-bir işləsin. Demirsiniz, yüksək bal istəyirəm. Götürün onu işləyin. Bir də qrupa mən sizə en qədər sınaq atmışam. Sonra mənə deməyin ki, Arzu müəllimə bizə sınaq atmış. Sizə 40-dan çox sınaq atmışam. Düzdür mü Vəqbər müəllimə? Qrupdadır. Götürün onu elə gedənə qədər işləyin. Bəli, müəllim. Müəllim, biz qrupa qoşulaq. Bu yeni sınaq qrupu açırsınız. Ona qoşulmağa ehtiyac var. Yüksək bal yox. Vəqbər müəllimə, siz onları göydə yaz. Amma şeydir. Keçirt ya. Deyim də onlar. Sən tez durğuzacaq məktəbə get. Oy, ay müəllimə, qorxdum. Dayanın görün. Oranın deyim mən Vəqbər müəllimə. Oradakı 50 sualın sizə gəlmə ehtimalı 25 dənəsidir. Belə deyək. Reallığı deyirəm də. Hə. Bəli. Yəni reallıq. Mən yalandan durum nə siz alın. Onda qoşulmur. Bal yığanlar ayrı gedəcək. Sertifikasiya. Əslində yox, onlar elə sizlə bircə gedəcəklər. Çünki müəllimlər, o bilirsiniz nə qədər maliyyə tələb edir. Təsəvvür edin ki, kəsilənləri bir aparsınlar. 3 ili tamam olanı bir aparsın, miqi bir aparsın, qurtarmazıq imtahan. Ona görə də kəsilən... Həm də müəllim, biz rayonlara səpiliyik da. Ay sağ olun. Mərkəzləşmiş imtahan deyil ki bu. Ay sağ olun. Hər məktəbdə bir müəllim, 2 müəllim var ya yoxdur, 3 ili tamam olan. Ona görə də onları obşir kəsilənlərlə bir yerə salırlar, amma miqləri onlardan tamamilə ayrı salırlar. Bilirsiniz də bunu? Miqli imtahanı başqadır. Ona görə kəsilənlər... Biz qocalardanıq da, onda bəli, siz kəsilənlərdən düşəcək. Siz kəsilənlə gedəcəksiniz, bəli, müəllimə.
Qoca. Qocayıq da biz daha. Ha. Özünüzü qocatmayın bala, qoca bizik. Müəllimə, siz Allah, ay müəllimə, yanınıza kəsilən müəllim zat düşsə, ay yüksək balın müəllimləri, kömək eləyin Allah xatirinə. Adım. O nə sözdür müəllim? Gözümlə, qaşımla da olsa eləyərəm. Hə. Allah eləsin öz qrupumuzun müəllimləri də olsun. Kim oldu? Allah Kimin eləsin, şansı mən. gətirdi. Kim oldu eləyin. Müəllimlər, adı onu kəsirlər, B variantı bunu işləyəcəksiniz. Sabahları tezdən durmursunuz yuxudan, çünki sabah axşam eləyəcəyik. Yaxşı müəllimlər, indi mən gedəcəm kəsirə yazmağa.